Hamı bilir ki kim İslamabad deklarasiyasını pozur? Resmi Tehran. Necə belə yəni raket zərbələri endirilir dinc gəmilərə qarşı. Dinc gəmilərdir. Onlar resmi Tehrana, ümumiyyətcə İrana heç bir təhlükə yaratmayan və İslamabad deklarasiyasına uyğun olaraq onlar hərəkət edir. Amma İran neyini? İran zərbələr endirir. İran neyini? Bahreyn, Kuveyt, Qatar, Yordaniya və digər ölkələrə yerləşən müxtəlif obyektlərə zərbələr endirir. Halbuki resmi Tehran bəyan edir ki, İslam həmrəyliyi gündəmdədir və vacib məsələlərdən biridir və s. Xeyr, İran İslam həmrəliyə zidd gedir. İslam həmrəliyini qəbul etmir, rədd edir. Ona görə rəsmi Tehran deyəndə Abbas Ərəbçi də Xarici İşlər Naziri, İsmail Bəqai də Xarici İşlər Nazirinin sözçüsü və digər rəsmilər hamı bilir kimdir burada günahkar. Amma burada mən belə deyərdim. Rəsmi Tehran bir şeyi nəzərdən keçirmir ki, Ərəb dövlətləri onların da hövsələsinin, yəni hududu var, həddi var. Yəni bu məsələni aylarla, həftələrlə davam etmək olmaz. Yenə deyirəm, Ərəb dövlətləri də necə ki, Birləşmiş Ərəb Əmirlikləri. Onun addımları onu göstərir ki, artıq hava hücumundan müdafiə sisteminə də, yəni artıq digər dövlətlər həmin bu Ərəb Əmirliklərini gücləndiriblər. Yəni, yenə deyirəm, niyə görə İran məhz Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirmir? Qorxur. Niyə görə? İsrailin sistemləri artıq həmin bu dövlətlərdə bərqərar edilir. Uğural fəaliyyət göstərirlər. Deməli, hamıya yəni hamıya aydındır. Əgər İran, Sipah daha doğrusu, Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirsə, İsrail həmin saniyə zərbələr endirəcək. Nəinki Birləşmiş Ərəb Əmirlikləri ərazisindən. O cümlədən İraqın hava məkanından, o cümlədən İsrailin hava məkanından, o cümlədən İsrailin hava təyyarələri, döyüş təyyarələri İranın hava məkanından Tehrana və digər şəhərlərə zərbələr endirəcəklər. Ona görə yəni o günlər, yəni bu 4 zərbə dalğası nəticəsində Birləşmiş Ərəb Əmirliklərin dövləti həmin o siyahıda yox. İran qorxaqdır. Qorxaq. Və qorxur ki, İsrail həmin bu dalğalara qoşulsa, sözsüz ki, orada 300-dən çox hədəf yox, bir neçə min hədəf alınacaq. Və onu da biz qeyd etməliyik ki, İsrailin hava qüvvələri və digər xüsusi təyinatlı qüvvələr artıq hazırlıq səviyyəsindədirlər. Hazır səviyyəsindədirlər ki, əmr verilsə, dərhal həmin bu əməliyyatlar, həm quru əməliyyatı, həm xüsusi əməliyyatlar, həm raket zərbələri, həm döyüş təyyarları və s. bütün bu kompleks şəkildə həmin bu əməliyyat böyük bir əməliyyat başlaya bilər. Ona görə İran da bunu etmir. Qorxu çəkinir və kimi vurur? Yordaniya, Qatar, Oman, Bahreyn,
Kuveyt, özü də Oman, Qatarı. Həmin bu missiyanı, danışıq missiyasını, yəni sülh missiyasını aparan iki dövləti. Bahreyn, Kuveyt. Hərbi nöqteyi nəzərdən zəif ölkədirlər. Yordaniyadır. Yenə də ki, çalışır rəsmi Amman həmin digər ərəb dövlətləri ilə bir yerdə. Yəni, bu onu göstərir ki, Tehranda da başa düşürlər. Güc kimin əlindədir və kim hansı gücə malikdir və kim hansı gücə malikdir, hansı cavabı verə bilər. Düşünürlər. Düşünürlər ki, rəsmi Vaşinqton hələlik bugünə İslamabad deklarasiyasını qoruyub saxlamaq fikrindədir. Ona görə yəni belə deyək, qıcıqlandırırlar rəsmi Vaşinqtonu, amma lazımı zərbələr endirmirlər, endirsinlər Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Səudi Ərəbistana endirsinlər. Rəsmi İslamabad sadişə əməl olaraq rəsmi Ər-Riyada öz hərbi köməyini göstərməli olacaq. Hərbi kömək nə deməkdir? Zərbə vurmalıdır rəsmi İslamabad. Hara? Tehranı. Nüvə silahına malik olan bir dövlət 250 milyon Pakistan vurmalı olacaq İranı. Əgər vurmasa, deməli, bütün bu konfigurasiya dağılır. Rəsmi İslamabad ona gedə bilməz. Onların arasında sadiş bağlanır. Pakistanla Səud Ərəbistan arasında. Ona da vurmur. Vursun, qorxur. Pakistandan çəkinir. Çünki Pakistanın gücü qat böyükdür. Nəinki İranın. Ona görə qorxur. Ona görə demək olar ki, İran qorxaqdır. Amma bu qorxaqlığı gizlədir. Və Bəğayının bəyanatı, bilmirəm hansı bəyanat, hamısı blefdir. Blef. Amma mən belə deyərdim. Bu blefin də sonu var. Bu İslamabad deklarasiyası ölü deklarasiya deyil, ölü sadişi deyil. Həqiqətən də canlı bir sadişdir. Üzərində çalışmaq lazımdır. Onun üzərində işləmək lazımdır. Onu gücləndirmək lazımdır və s. Amma o demək deyil ki, İran həmin bu vəziyyətdən istifadə edərək yalnız və yalnız Fars sepah şovinizmi doktrinasını irəli sürür və belə də yeridəcək. Xeyr, bununla heç kəs yəni razılaşmayacaq. Ona görə bir tərəfdən əgər həmin bu oyuna son qoyulmalıdır, amma digər tərəfdən İslamabad prosesi davam edəcək və davam da etməlidir. Ona görə yəni Mark Waltz, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi dünən sırağa gün bəyan etmişdi ki, danışıqlar davam edir. Zərbələrə baxmayaraq, dalğalara baxmayaraq danışıqlar gedir və gedəcəkdir. Ona görə məncə həmin bu məqamda rəsmi Tehrana belə deyək, çox ciddi ultimatum yeridilməlidir. Ultimativ şəkildə, yəni özü də kim tərəfdən bu sülh missiyasını aparan dövlətdir. Pakistan, Səud Ərəbistan, Oman, Kuveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, Türkiyə. Bu dövlətlər həmin bu ultimatumu yeritməlidirlər və tələb etməlidirlər ki, rəsmi Tehran İslamabad deklarasiyasına riayət etsin. %100.